Salam, kanalıma hoş geldiniz. Bugün zoğal kurusu hazırlayacağım. Tumunu çıkartacağım. Bu zoğal həyətimdə bitir və biraz xırdadır, həm də bərkdir. Bunu nə bıçaqla çıxartmaq olur tumu, nə qacıqlarla. Ona görə bax gördüyünüz kimi dəmir bir qab və bir stakan götürüb beləcə əzirəm. Sonra çok asan tumun çıxartıram. Bütün zoğalı tumdan ayırandan sonra zoğalı sinirlərə düzüb gün görən yerdə təbii ki cunanın altında saxlayacağım və təbii yolla qurudacağım. Belə bir şeylər də olur. Hərdən səhv atıram. İndi açılırsa açıq vəziyyətdə, açılmırsa elə necə var siniyə ya belə bir qabın içinə düzüb qoyacağım. Tənzifin altında gün görən yeri. İkinci variantda budur. Taxtanın üzərinə zoğalı qoyub və oxlovla əzirsiniz. Belə eləyəndə hətta tumlar özləri çıxır. Zoğal çox sulu deyil deyənə bunu eləmək daha rahatdır. Bu da belə. Sinirlərdə stolun üstünə qoydum, günün altına. Üzərinə indi marlə sərəcəm və qurumağını gözləyəcəm. Yəqin ki 3-4 gün çəkər. Bu bir gündən sonraki durumudur. Zoğallar demək olar ki artıq qurudu. İndi tam quruyanları seçəcəm. Qalanı hələ bir gündə qalıb quruyacaq. Zoğalımız tamamilə quruyub. Nəm zoğal yoxdur içində. Bu yaxında işlətmək üçün belə bir miqdar saxlayacağım. Amma qışa saxlamaq üçün bunu mən duzlayacağım. Sonra bankalara yığıb saxlayacağım.